Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, diyetoloq və nutrisioloqam. Sabira Wellness şirkətində təlimçi kimi fəaliyyət göstərirəm. Bugünkü mövzumuz çox insanın gündəlik həyatında yaşadığı, lakin çox zaman onu düzgün tanımadığı bir problem haqqında danışacağıq. Çünki bəzən olur ki, insanlar tez-tez insanlardan belə bir ifadələr eşidirik ki, birdən-birə üzüm qızarır, üzüm yanır və yaxud da oturduğum yerdə isti bir çay içəndə həmən üzümdə bir yanğı hiss eləyirəm. Əslində bunların hamısını ümumi götürdükdə bunların hamısı həssas dəri demək deyil. Bu günləri biz sizinlə bu prosesin mexanizmini bir yerdə izah edəcəyik və ən önəmli e, danışacağımız mövzu rozaseya və kapilyarlı dəri haqqında olacaqdır ki, çünki statistikaya nəzər salsaq, xüsusilə də 25 yaşdan sonra qadınlarda damar həssaslığı çox geniş yayılmışdı və əsas problemlərdən biri olmuşdu. Və çox insanlar bunu bir kosmetik problem kimi dəyərləndirirlər. Əslində bu belə deyil. E, və bunu düzgün dəyərləndirməyəndə də bu dərini daha da çox qıcıqlandırır. Məsəl üçün istifadə elədiyi bəzi məhsullar var ki, dərini düzgün anlamayanda daha da onu pis vəziyyətə gətirir, çıxardır. Bu günləri biz sizinlə həm rozateya, həm demək kapilyarlı dəridə biz necə yanaşmalıyıq, hansı məhsullardan istifadə etməliyik bir yerdə izah edəcəyik. İlk öncə onu bilmənizi istəyirəm ki, üzdə görünən hər qızartı mənim dərim həssasdır deyə vurğulanmasın. Çünki burada baxış fərqlidir, mexanizm fərqlidir. Bunu ilk növbədə düzgün dəyərləndirmək lazımdır. Gəlin baxaq, kapilyar dəri dedikdə, burada damarların demək səthə yaxın görünməsidir. Ümumi götürdükdə isə damarın zəifliyidir və görüntü olaraq da biraz hörümçək toruna oxşuyur, tez qızarma kimi reaksiyalar olur. Rozateyada isə artıq burada problem dərindir. Və burada bir xroniki iltihapla damar problemi birlikdə baş verdiyi üçün həm qızartı olur, həm həssaslıq olur, həm iltihab olur. Ə, Gəlin ilk olaraq birinci dəridə əslində bunun hər ikisi damar problemidir və ilk olaraq biz nəyə baxmalıyıq? Sağlam dəridə damar sistemi necə işləyir? Rozateyada necə işləyir? Kapilyarlı dəridə damarımız bizim hansı şərtlərlə işləyir? İlk olaraq normal dəridə, normal mexanizmdə kapilyarlar temperaturu tənzimləyir. Lazım olanda genişlənir və sonradan yenidən daralır. Baxın, bu bizim gördüyümüz kimi şəkildə dərimizdir və dərimizin altında görürsünüz burada kapilyarlar var. Bu kapilyarlar əsasən bizim hüceyrələrimizə oksigen aparır, yəni qida aparır. Yəni bu sistem normal şəkildə işləməlidir. Və bu kapilyarlar nə edir? Məsəl üçün, əgər bir isti temperaturla rastlaşırsa da, həmin bu kapilyarlar genişlənir. Yəni bax bu şəkildə olur. Sonra isə soyuq temperatura keçid edəndə və həmən damarlar demək genişlənməyi daralır. Və damar gərək özü elastik olar ki, bu işi görə bilsin. Yəni istidə genişlənsin, soyuqda isə daralsın. Bunu sağlam damarlarımız edir, sağlam dəri edir və bu şəkildə də baxın, dəridir bu. Bu bizim dərimizin altında olan kapilyarlarımız, damarlarımızdır. Və bu dərinin üst qatı da, bariyerimiz də gülcülü olmalıdır ki, burada bir iltihabı bir proses yaranmasın. Əgər biz dedik ki, damar genişlənib, elastikliyi yoxdursa da, əlbəttə ki, o darala bilmir, geri qayıda bilmir. Yəni ümumi damarın, sağlam damarın mexanizmi genişlənməkdir və sonra isə yığılmaqdır. Və o da temperaturu tənzimləyərək bu şəkildə edir. Temperatur dedikdə burada sırf hava şəraitini nəzərə almayaq. Bu bizim adi içdiyimiz çayda ola bilər, saunada ola bilər. Yediyimiz qidanın beyin tərəfindən onun istilik kimi qəbul etdiyi temperaturu da həmən bu damarlar reaksiya verir.
Kapilyarlı dəridə mexanizm necə olur? Yəni dərinin daxilində baxaq nə baş verir? Ə, Damar divarları zəifləmiş olur. Baxın, bu damar divarları zəifləmiş olur. Damar əgər bir temperaturu tənzimləmək üçün genişlənibsə də, orada tor kimi görülənir. Və əgər bu dərimizdə baryer zəifdirsə də, elastikli, yəni burada damardan söhbət gedir. Elastiklik zəifdirsə də, bu damar geri qayıda bilmir və geniş şəkildə bizim baxın bu şəkildə qalır. Və burada da artıq bu şəkildə qaldıqda burada bir həssaslıq yaranır, dəri başlayır tez qurumağa. Bu ümumiyyətlə kapilyarlı dəridir və bu tip dərilərdə də ümumi olaraq heç bir yanğı əslində olmur, yəni bir qızartı olmur. İlkin olaraq bu şəkildə əlbəttə ki başlayır. Rozatsiyada necə olur? Burada xüsusilə 4 mexanizm var. 4 mexanizm var. Əsas burada damarların hiperaktivliyidir. Biz dedik ki, normalda damar özü genişlənir, sonra isə yığılır və damar rozatsiyada artıq burada damar özü həddindən artıq hiperaktiv olur. Əslində bunun da yaranma səbəbləri, yəni bunun hiperaktiv olmasının səbəbləri çoxdur. Çox səbəbdən ola bilər. Bu ola bilər ki, genetik faktorlar ola bilər və yaxud da insan bilmədən işlətdiyi məhsullardan dərinin baryerini poza bilər və yaxud da bədəndə xroniki iltihab var ki, bunlar sitokinləri, iltihabı mediatorları yüksəldir, bir siqnal göndərir ki, dəri bir müdafiə fonuna keçsin. Ondan əlavə dəridə mikrobiom, ən önəmli mikrobiom pozula bilər. Ümumiyyətlə bizim bədənimizdə hər bir hissədə mikrobiom var, elə də dərimizdə. Və bu dəri mikrobiomu pozulubdursa da, bakteriyaların sayı azalıbsa da, orada dəri florası balansdan çıxır və dəri baryeri başlayır zəifləməyə. Və ona görə də mütləqdir ki, biz məsəl üçün məhsul istifadə edərkən biz dərimizin mikrobiomunu nəzərə almalıyıq. Və ümumi götürdükdə isə artıq burada rozatsiya ilə yanaşı, çünki iltihab olduğu üçün burada yanma, göynəmə, həssaslıq çox yüksək olur. Dəri baryeri demək olar ki, o qədər nəzilir ki, və ora tətbiq elədiyimiz adi belə su belə o bizə yanğı kimi göstərə bilər. Adi biz ona tətbiq elədiyimiz hansısa krem əlbəttə ki, həmən reaksiya verə bilər. Və ona görə burada ümumi olaraq, ilk olaraq dərini biz qiymətləndirməliyik ki, bizim dərimizdə proses olaraq hansı prosesdədir. Bu prosesləri artıran səbəblərə gəlin baxaq. Əslində bunu sadəcə belə ümumiyyətlə bütün xəstəliklər olsun, bədəndə gedən xroniki xəstəlik olsun, hər bir xəstəliyi tetikləyən amillər var. Və bu amilləri sadəcə insanlar eşidir, həqiqətən də çox zaman görürük ki, normal reaksiya vermirlər. Amma bu belədir. Əgər biz həyatımızda rozatsiyalı və yaxud da elə kapilyarlı dəriyə sahib olan insanlarıqsa da və yaxud da onlara kömək etməliyiksə də, mütləqdir ki, biz onlara bu haqda məlumat verməliyik. Əgər bunları biz həyat rutinimizdən çıxartmasaq, bu xəstəliklə mübarizə aparmaq mümkün deyil. İlk olaraq günəş. Bəli, çox günəş deyirik, amma bu belədir. Əgər günəş şüasına məruz qalan bir dəridə kapilyar dəriyə sahibdirsə də, kapilyarlı dəriyə sahibdirsə də, rozatsiyalı dəriyə sahibdirsə də, bunu daha da şiddətləndirəcəkdir. Çünki səbəb nədir? Günəş şüaları təmas etdikdə həmin o damarlar elastikliyini itirir. Biz dedik ki, əslində bu kapilyarın görünməsinin səbəbi nədir? Geri qayıda bilmir, elastiklik olmur. Məhz bu günəş şüası da bunu tetikləyir, daha da şiddətli edir. Sauna isti duşda əlbəttə ki, burada yenə bir isti temperaturdan söhbət gedir ki, yəni insanlar var ki, sauna mənə xeyirdir, həftədə 3-4 dəfə saunaya gedirlər və yaxud da qalma müddətləri çox uzun olur. Əslində bu olmamalıdır. Stres çox önəmlidir. Çünki stres daim kortizol hormonunu yüksək edir və burada da yenə iltihabı mediatorlar yüksəlir. Acılı yeməklər dedikdə, yəni inanın ki, acılı yeməklər bu dərilərə çox tətikləyir. Səbəb nədir? Çünki biz acı yedik.
yedikdə ə, həmin o acını ancaq biz fikirləşirik ki, bu bizim mədəmizə narahat edə bilər. Amma belə deyil. Gəlin baxaq niyə? Çünki acılı qidaları, məsələn, acı biber götürək. Acı biberin tərkibində kapsaicin adlı maddə var ki, bədənə düşəndə kapsaicin beyin onu bədənə istilik gəldi kimi algılayır. Yəni elə başa düşür ki, bədəndə bir istilik var və həmən demək bu istiliyi yenə damar genişlənməsi kimi reaksiya verir və yenidən bu rozaceyalı, kapilyarlı dərilərdə yenə də bu genişlənmiş damarlara daha da şiddətli şəkildə görünməyə başlayır və ona görə burada mütləqdir ki, biz həyat tərzimizə fikir verməliyik. Aqressiv kosmetikalar çox önəmlidir. Dəri bariyeri zədələnir bu prosesdə. Bariyer çox zəifdirsə də, bariyerimiz çox nəzilibsə də, biz ora hansısa sərt skraplardan, peelinglərdən istifadə edərək onu daha da biz daha da pis vəziyyətə qoyuruq və ondan əlavə onun dəri çox nəzik olduğu üçün ora tətbiq olunan sərt peelingin tərkibindəki olan hansısa bir turşu onu daha da qıcıqlandırır, dəri bariyerini daha da pis vəziyyətə gətirir, çıxardır. Və onun üçün də bunlar mütləqdir ki, biz insanlara düzgün şəkildə bunları anlatmalıyıq. Əgər bunları həyatımıza daxil etməsək, əlbəttə ki, biz yaxşı nəticə almayacağıq. Və şirkətdə hal-hazırda olan məhsullardan bu prosesdə hansılarından istifadə edə bilərik? Gəlin bir yerdə baxaq, analiz edək. Biz dedik ki, ümumiyyətlə bu dəri tipinə sahib olan insanlarda bariyer dağılmış olur. Yəni bariyer çox zəif olur. Əgər bariyer zəifdirsə də burada su tutma qabiliyyəti də aşağı düşür. Və niyə məsəl üçün bu tip dəriyə sahib olan insanlarda dəri quruyur? Məhz səbəbi dərinin bariyerinin zəifləməsidir. Burada hal-hazırda şirkətdə omega turşulu üzüma geli var və bunun tərkibini analiz etdikdə, demək tərkibinə baxaq, 3-6, omega 3-6, 9 yağ turşularından ibarət yağ turşuları var. Və bunun vasitəsilə, bu yağ turşuları vasitəsilə bizim dəri bariyerimiz dəstəklənir və su itkisinin qarşısını alır. Və bundan əlavə bunun tərkibində çay tikanı yağı var ki, omega 7. Ümumiyyətlə çay tikanı yağını harda görürsə görün, onun əsas işi, birinci əsas məqsədi bariyeri, yəni yenilənməsini dəstəkləyir, dərinin regenerasiyasını dəstəkləyir. Bu da əlbəttə ki, bizim işimiz üçün ən önəmli bir mexanizmdir. Sonra isə kətan toxumu ekstratı var. Kətan toxumu ekstratı antiinflamatordur. Yəni dəridə olan bir inflamator reaksiya varsa da onu bloklayır və antioksidan təsir göstərir. Betayin çox önəmlidir. Betayin bu prosesdə ümumiyyətlə həm quruluğu, həm dartılıq, ümumiyyətlə sakitləşdirir. Dəridə aqressiv bir proses varsa da onu sakitləşdirir. Və turşu olduğu üçün, yəni burada narahatçılığa səbəb yoxdur. Çünki bunun tərkibindəki olan təmizləyici betayin tərkibli yumşaq surfaktan olduğu üçün dərini cızmadan yumşaq şəkildə dərini təmizləyir və əlbəttə ki, köməkçi maddələr vasitəsilə dərinin bariyerini demək bərpa edir. Həm üz təmizlənir, həm burada bariyer bərpa olunur. Və digər hal-hazırda şirkətdə üz yuma gelimiz var. Laktik turşulu, aloe veralı üz yuma gelidir. Hətta bu gel deyil, köpükdür. Ümumiyyətlə bu tip dərilərə köpük daha önəmlidir. Çünki bunlar yumşaq şəkildə olur. Laktik turşu deyəndə bəli, insanın ilk ağlına gələn turşudur. Dəriyə vermək olmaz. Çünki dəri həmən qıcıqlana bilər. Bəli, əlbəttə ki, burada turşular çox önəmlidir. Hansı turşuların olması önəmlidir. Laktik turşusu burada AHA qrupuna aid olduğu üçün dərini yumşaq şəkildə təmizləyir. Yəni təmizləməyi ilə yanaşı su tutma qabiliyyətini. Biz dedik ki, rozaceyalı dəridə, kapilyarlı dəridə bariyer zəif olur, zədələnmiş olur, su tutma qabiliyyəti çox aşağı olur. Və bunun üçün də mütləqdir ki, burada həmin bu laktik turşusunun əsas işindən biri də dərini təbii nəmləndirərək onu
bariyerin qorunmasına kömək edir. Aloe vera ən önəmli. Aloe vera hər kəs bilir ki, antiinflamator bir maddədir və ən əsası sakitləşdirici təsir göstərir. Və rozaceyalı dəridə ümumiyyətlə dəri çox damarlar çox hiperaktiv olur və qızartı, yanma çox yüksək dərəcədə olur və əlbəttə ki, bunu aloe veranın sayəsində də bu prosesi biz dəstəkləyə bilirik. Dərini sakitləşdirib və qızartının yanmasını aşağı sala bilirik. Və ən önəmli maddəsi bunun nədir? Asiya sentallasıdır. Digər təlimlərdə də deyirəm. Özünüz də məsələn istəsəniz qeyd edə bilərsiniz. Çünki məhsullarımız demək olar ki, çoxunda Asiya sentellası var. Bu sentella çox önəmli bir ekstraktdır. Dermatologiyada və son zamanlar çox populyardır. Ümumiyyətlə damar divarını dəstəkləyir. Yəni mikrosirkulyasiyanı yaxşılaşdırır. Biz dedik ki, kapilyar həssas olduğu üçün kapilyar genişlənir, geri qayıda bilmir və həmin o sentellanın sayəsində həmin o həssaslıq azalır. Əlavə çoban yastığı hidratlatları var. Bir də betain var. Betain demək digər üz yuma gelində də olduğu üçün bunda da var. Əsas işi dərinin quruluğunu aradan qaldırır və dartınmanı azaldır. İnulin çox önəmlidir. Baxın, bir yəni üz yuma köpüğünün tərkibində nə qədər dərini dəstəkləyəcək bir maddələr var. İnulin çox önəmlidir. İnulin ümumi olaraq demək prebiotikdir. Bilirsiniz ki, inulin dəridə mikrobiom var və dünənləri bir təlimdə idim, ümumiyyətlə mikrobiota təlimində və dərinin öz mikrobiomu da olduğu üçün, yəni bu da insandan insana görə dəyişir. Hər bir dərinin özünün fərqli bir immun sistemi var, mikrobiomu var. Məsəl üçün məndə fərqlidir, sizdə fərqlidir və burada bakteriyalar sayı da yəni fərqlidir. Və bu prosesdə mikrobiom çox pozulduğu üçün ümumiyyətlə demək olar ki, flora demək olar ki, çox zəiflədiyi üçün burada dəri çox həssas olur. Və bunun üçün də həmin bu inulin prebiotik olduğu üçün dəri mikrobiomunu balanslı şəkildə dəstəkləyir və həssaslığı aradan qaldırır. Və ən önəmli, məsəl üçün məhsullara gəldikdə, hal-hazırda şirkətdə iki bizim kremimiz var ki, bu dəri tipinə biz bu kremləri tövsiyə edə bilərik. Demək, gecə-gündüz kremidir və bunların tərkibində olan əsas bitki peptidləri var. Bitki peptidlərinin bilirik ki, siz daha çox qocalma əleyhinə olan, kollagenin sintezi üçün lazım olan maddə kimi bilirsiniz. Bəli, bununla yanaşı bitki peptidlərinin burada işi nədir? Gəlin baxaq. Bitki peptidləri elastikliyə dəstək verir. Yəni biz dedik ki, kapilyar elastikliyi zəif olduğu üçün geri qayıda bilmir və o şəkildə bizim dərimizin səthində qalır və başlayır orada geniş şəkildə qalmağa. Bitki peptidlərinin sayəsində həmin bu elastikliyə dəstək verir və ən önəmli dəridə incəlmənin qarşısını alır. Yəni dəri o qədər incə olur ki, bu bitki peptidlərinin sayəsində burada bir lipid bariyeri də bərpa olunur. Və niatinamid var, çox önəmlidir niatinamidin burada olması. Niatinamid damar keçiriciliğini azaldır, bariyeri gücləndirir və həssaslığı azaldır. Demək olar ki, rozaceyalı dərilərə və yaxud da kapilyarlı dərilərə mütləqdir ki, niatinamid tərkibli məhsulları tövsiyə edək. Çünki ümumiyyətlə o damar keçirgənliyini azaltması üçün ən önəmli maddədir. Vitamin A, C, Y var. Bunu dəfələrlə demişik ki, məhz bu iki məhsulun tərkibindəki olan A, C, Y kapsula şəklindədir və kapsula şəklində olması da bizim dərimizdən daha uzun müddət qalması deməkdir. Bu da yəni artıq fikirləşək ki, antioksidan müdafiə burada bir uzun müddətli qalaraq dəriyə məruz qalan oksidativ stressin qarşısını alır.
Gündüz kremin tərkibində SPF olduğu üçün bu bizim işimizi daha da asan edir ki, həmin o ultrabənövşəyə şüaya məruz qalmır, dəri elastikliyi aşağı düşmür. Yəni ümumi götürdükdə, tərkib hissələrini analiz etdikdə hər ikisini tövsiyə edə bilərik. Və bundan əlavə omega turşulu və beta karotinli bizim kremimiz var ki, bunun da tərkibində geldə olduğu kimi 3, 6, 7, 9 yağ turşuları var. Bunlar hər biri hüceyrə membranını bərpa etmək üçün nəzərdə tutulubdur və ən önəmli, hüceyrə membranı bərpa olur və transepidermal su itkisini azaldır. Ümumiyyətlə, əgər baryer bərpa olmasa da biz ona hansı məlhəmi, hansı serumu vursaq belə, burada biz nəticə ala bilməyəcəyik. Biz elə məhsul seçməliyik ki, bu dəri baryeri bərpa olsun, bərpa olandan sonra su tutma qabiliyyəti artsın və dari də özü öz işini görə bilsin. Və ona görə burada əsas 3, 6, 7 və 9 yağ turşularının əsas işi membranı bərpa edir. Membran bərpa olduqdan sonra dəri yenilənməsi güclənir. Digər demək burada yulaf ekstratı var. Yulaf ekstratı çox önəmli bir ekstratdır. Rozaceyalı dəridə ümumiyyətlə qaşınma, yanma hissi çox olur və bu qaşınma, yanma həmən bu yulaf ekstratı sayəsində başlayır azalmağa. Və omega 3 kətan toxumu ekstratı olduğu üçün bu da biz dedik ki, ümumiyyətlə İltihabı mediatorları nə aşağı salır? Baxmayaraq ki, daxili, baxmayaraq ki, xarici. Biz, məsəl üçün, bir iltihab görürüksə də, ya daxildə də ola bilər, xaricdə də ola bilər. Biz tərkib olaraq mütləqdir ki, omega 3 seçək. Burada bunun kətan toxumu özü omega 3'dür, lakin bitki ekstraktı bir omega 3 olduğu üçün burada da bizim köməyimizə çatır. Çünki omega 3 ümumiyyətlə həmin o iltihabı reaksiyaları çox aşağı salır, zəiflədir. Ən önəmli, ümumiyyətlə kuperozlu, rozaceyalı, dəri üçün vacib olan mərhələ SPF, günəşdən qorunma. Bu sizə sadəcə belə gələ bilər ki, bəli, çox eşidirik, hər kəs deyir sosial şəbəkələrdə, amma inanın ki, belədir. Əgər bir insan kuperozlu, rozaceyalı dəriyə sahibdirsə də, mütləqdir ki, həyat rutininə SPF-i daxil etsin. Hal-hazırda şirkətə gələn bu yeni məhsul var ki, tərkibi məhz analiz etdikdə, məhz bu prosesdə çox önəmlidir. Biz dedik ki, bizə elə bir maddə lazımdır ki, bu dəri elastikliyini bu artmasın və onunla yanaşı bariyerimiz bərpa olsun, ümumiyyətlə proses olaraq bir sakitləmə prosesi geçsin. Bu SPF-i istifadə etdikdə nə baş verəcəkdir? SPF həmin damar genişlənməsinin qarşısını alacaqdır, alovlanmanın qarşısını alacaqdır. Pantenol var tərkibində. Dərinin bariyerini sakitləşdirir, yəni həmin o qızartını azaldır, dəri yenilənməsinin sürətləndirir. Betain yenə də su balansını saxlayaraq vitamin Y isə antioksidan müdafiə yaradır. Və baxın, Centella haqqında çox danışdım. Burada da həmin bu Centella SPF-in tərkibində var. Bu da çox önəmli bitki komponentidir, hansı ki, məhz burada bizim köməyimizə çatır. Yəni, ümumi bunun tərkib hissəsini analiz etdikdə, yəni sadəcə bir SPF kimi deyil, həm də onu istifadə edərək artıq biz dərimizə bu digər maddələrlə, Centella ilə, vitamin Y ilə, pantenolla, digər maddələrlə biz köməklik edirik. Olmazsa olmazın şimali omeqadır bu prosesdə, rozaceyalı, kuperozlu dəridə. Bu dəri problemi deyil. Baxın, burada bir iltihab var. Yəni damarda bir həssaslıq var, damarda bir hiperaktivlik var, proses olaraq lipid bariyeri zəifləyibdir. Məhz bu omega 3'ü də biz rutinimizə daxil etdikdə, daxildən əlbəttə ki, bunun qarşısını biz tez ala bilirik. Çünki tərkibində omega 3 belə istifadə edərkən onun tərkibindəki olan yağ turşuları çox önəmlidir ki, hansı yağ turşuları var. Şimali omega 3'ün tərkibində
Demək, EPA yağ turşusu var. Bu neyir? Biz dedik sitakinlər artır, iltihabı mediatorlardır. Məhz bu EPA iltihabi sitakinlərin azalmasına kömək edir. Yəni inflamator reaksiyaların hər birini zəiflədir. DHA isə hüceyrə membranı, yəni elastiklik azdır və burada bu turşunun sayəsində həmin o damar elastikliğini artırır və divarlarımızı dəstəkləyir. Ümumi götürdükdə əgər hüceyrədə membranın elastikliyi artıbsa da, yəni bunu biz qəbul edək də, damar divarı artıq normal vəziyyətə qayıdıbsa da, burada əlbəttə ki, dərinin su saxlama qabiliyyəti də yaxşılaşacaqdır və elastiklik də öz vəziyyətinə qayıdacaqdır. Və məhsullardan istifadə edərkən, yəni bu günləri biz danışdıq, bəli, məhsullardan istifadə edərkən burada çox vacib bir məqam var. Ümumiyyətlə biz dedik ki, rozateyalı, kuperozlu, damar həssaslığı olan dəridə problem mikrobiomun pozulması olur. Baxın, biz mikrobiomu analiz edə bilmirik ki, hal-hazırda bizim dərimizdə hansı bakteriyalar var, hansı bakteriyalar yoxdur. Yəni hər insanın mikrobiomu da fərqlidir. Məsəl üçün bizim mikrobiomumuz insandan insana görə yəni eyni ola bilməz. Necə əl izlərimiz, belə də mikrobiomumuz, yəni fərqlidir. Ona görə bir də bəzən olur ki, faydalı komponentlər belə reaksiya verir. Burada əlbəttə ki, mənim danışdığım proses daha çox şiddətli rozateyalı olan dərilərdən söhbət gedir və onun üçün bir ekspert olaraq sizlərdən xahişim odur ki, əgər çox yüksək məsələn kuperozu varsa da, çox yüksək rozateyası varsa da, yəni çox açıq şəkildə yanma hissi çox yüksəkdirsə də, bu zaman nə edirik? Məhsulu istifadə edərkən mütləqdir ki, kiçik sahəyə test etməliyik. 24-48 saat ərzində biz ona baxırıq ki, vəziyyət necədir. Və çünki burada mikroflora çox dəyişmiş olur. Hansı bakteriyanın olub-olmadığını bilmirik və ona görə də burada reaksiyalar fərqli ola bilər. Yekunda isə hörmətli əməkdaşlar onu demək istəyirəm ki, həssas dəridə məqsəd dərini çox mükəmməl etmək deyil. Yəni burada elə bir proses yoxdur. İlk olaraq rozateyalı və yaxud da kuperozlu dəridə yalnız kosmetik görünüş deyil, ən önəmli dərinin baryerini bərpa etməkdir ilk növbədə. Damar sisteminin həssaslığını azaltmaqdır. Əgər bu prosesləri düzgün şəkildə etsək, əlbəttə ki, burada dəridə sakit olacaqdır, baryerdə güclənəcəkdir və ən önəmli damar həssaslığı aradan qalacaqdır. Və bu tip reaksiyalar inanın ki, insanlara çox narahatçılıq verir və insanlar narahat olurlar. Və bu tip dərilərdə isə əgər bunu biz dəstəkləsək, insanlar uzun müddət özü üçün rahatlıq yarada bilərlər. Diqqətinizə görə təşəkkür edirəm. Ümid edirəm maraqlı təlim oldu, faydalana bildiniz. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.